Aşağı ətraflarda varikoz xəstəliyi ümumiyyətlə ən çox qadınlarda rast gəlinir. Lakin kişilər arasında da hardasa onun bir nisbətində rast gəlmək olur. Burada əsas rolu irsi faktor və irsi faktordan əlavə insanın sürdüyü həyat tərzi rol oynayır. Yəni ki, ayaqca çox durmaq və yaxud da ki, fiziki işlə çox işlədikdə ayağa gücün çox düşməsi və yaxud da ki, çox əyləşmək, bunların hamısı gətirib axırda varikoz xəstəliyinin həddinin artıq kəskinləşməsinə, yəni ki, damarların daha da genişlənməsinə gətirib çıxardır. Bundan əlavə varikoz xəstəliyi vaxtında əməliyyat elətdirmədikdə, yəni ki, müalicə elətdirmədikdə yaralara çıxardır, aşağı ətraflarda durğunluğa və digər tromblaşma və digər səbəbləri gətirib çıxardır. Bugünkü xəstəmizdə orta yaşlı bir kişi xeylaqdır və bunun ayağında varikoz problemi olub və vaxtında da müraciət etmədiyinə görə artıq damarlar çox böyük bir pis şəklə gəlib düşüb və qıvrım şəkillərin daha da genişlənməsinə səbəb olub. Hər iki aşağı ətrafı endovenoz lazer ablasiya əməliyyatı etmək planlaşdırmışıq. Ayaqda kəsik olmayacaq, tikiş olmayacaq və xəstəyə də narkoz verməyəcək. Və bununla da xəstənin illərdir sürdüyü bu aşağı ətrafında olan varikoz xəstəliyi xəstədən ümumiyyətlə tamamilə qurtulacaq. Və gördüyümüz bu problemin aşağı ətrafda ən azından xarici görünüşü etibarilə 90% tam həll olunacaq, xəstənin ayağı sağlam olacaq.